Qızlar, baxın nə qədər yığışdırsam da 5 dəqiqədən sonra yenə belə olur. Gəlin bir günümə baxaq. Səhər duranda ilk işim pəncərəni açmaqdır. Otağa gün işığı düşməsə, elə bilirəm ki, evdə hava çatmır. Öz yorğanımı yığışdırdıqdan sonra keçirəm qızımın beşiyinə. Beşin yoldaşım səhər işə gedəndə güzgün qarşısında istifadə etdiyi məhsulları yerinə yox, ora-bura qoyduğuna görə mənim gözümə səliqəsiz dəyir. Artıq əşyalarımız çoxaldı deyənə, güzgünün alt hissəsinə boşluq olan yerə Temudan yeni dolab sifariş etmişəm və onu sizə gələn videolarda göstərəcəm. Və otağımı tam təmizlədikdən sonra rahatlıqla çıxıb Elisanın otağına keçirəm. Nə qədər yığışdırsam da 5 dəqiqədən sonra qızım girir, yenə də dağıdır, sökür, hər şeyə əl atır. Bu oyuncaqların sonu yoxdur, yığ qurtarmır. İndi yığışdırıb yerinə qoyuram və keçirəm mətbəxə. Çünki otaqlar təmiz olmadıqda mən rahat iş görə bilmirəm. Mənim üçün evin səliqəsi daha önəmlidir. Bu arada qızlar, Elisa artıq 1 yaşı var. Bütün günü evdə ikimiz tək oluruq. Çox çətin olur valla. Məsələn, yemək bişirməyə, qab yumağa gedirəm, dərhal gəlir ayağımdan tutur, ağlayır. Ona görə ev işi ilə uşağa baxmaq eyni vaxtda olmur. Amma şükür ki, atası işdən gələn kimi Elisanı saxlayır, oynayır. Onda mən də hər dəqiqə rahat nəfəs alıram, istirahət edirəm. Allah bütün analara güc versin, çətindir, amma dəyərlidir. Və burada qabları yuyuram. Səhər, dünən axşamında qabları var idi, yorğun olub yatmışam. Amma heç sevmirəm gecədən qablar qalanda. Özümü çox narahat hiss edirəm. Səhər durub evi təmiz görəndə ürəyim açılır. Qabları yuyub yığışdırdıqdan sonra dərhal keçirəm qaz sobasını təmizləyirəm. Qaz sobasını təmizləyərkən Sodexin yağ çözücü məhsulundan istifadə edirəm. Çox gözəldir. Məni Instagramdan izləyən izləyicilərim bilir ki, mən hər zaman Sodexin bütün təmizləyici vasitələrindən istifadə edirəm. Qazı qızdırdıqdan sonra üzərinə biraz səpib, nəmli dəsmal ilə silib quruduram. Çox gözəl görünür. Axşama da qazan kotleti bişirəcəm deyənə əti qoyuram əriməyə və özümə 5 dəqiqəlik istirahət ayırıb Elisanın yatmağından da istifadə edib 1 stəkan çay süzüb özümə və uşaqlıqdan izlədiyim Çilek Kokusu serialına baxıram. Mənim kimi uşaqlıqdan filmlər izləyən varmı? Elisa dünyaya gəlməmişdən öncə mən həmişə hər bir işi kinoya baxaraq edirdim. İndi də beləyəm. Elisa yatanda kinonu açıram və kinoya baxaraq işlərimi görürəm. Artıq başlamışam axşam yeməyini hazırlamağa. Bol tərəvəzli yeməkləri yayda çox sevirəm. Yoldaşım hər yeməyi çox sevməsə də, çox seçicidir yeməklərdə, amma mən isə sevirəm və lobyadan başqa. Amma lobyanı yoldaşım çox sevir. Burada gördüyünüz kimi kotletləri birinci qızardıram və ondan sonra soğanı, sonra tərəvəzləri hamını bir-bir üzərinə yığıb 1 stəkan su töküb bişməyə qoyuram. Və yemək bişəndən sonra da mən də hazırlaşıram. Elisanı da hazırlaşdırıb geyindirib yoldaşımla Lənkəranda olan Sinsay mağazasına gedirik. Və sonda sizə bir yaxşı xəbərim var. Həyətimizi yenicə təmir etmişik, şükür Allaha, indi son işlər qalıb. Baxın, bugün bağ üçün gül əvazmatları aldıq. İstəyirəm həyətimizdə rəngarəng güllər olsun, Elisa torpaqla oynasın, tədricən düzəldəcək, inşallah hazır olanda sizə göstərəcəm. Buna görə də bu bəzi məhsulları Sinsay mağazasından əldə etdik. Sinsayda məhsulları ən sevdiyim özəlliklər estetik olmalarıdır, çox qəşəngdir. Hələ buna baxın, çox şirindir. Məncə Elisanın əlindən bu düşməyəcək və həyətimizə belə bir işıqlandırma götürdük. Və daha sonra Lancome kafeyə gəldik, yeməyimizi yedik. Günlük bu qədər qızlar. Videonu bəyəndinizsə like atın. Növbəti videoda görüşək. Özünüzə yaxşı baxın.